Bu ilin ilk 9 ayının statistikası açıqlanıb. Statistikaya əsasən əcnəbi vətəndaşlarla ailə quranların sayında artım müşahidə olunur. Rəqəmlər isə onu göstərir ki, xarici vətəndaşlar ilə ailə quranlar arasında həm xanımlar, həm də bəylər var. Bu ilin yanvar ayından bugünədək 1570 nəfər Azərbaycanlı əcnəbi vətəndaşla nigaha daxil olub. Ədliyyə Nazirliyinin məlumatına görə onlardan 712 nəfəri qadın, 858-i isə kişidir. Azərbaycanlılar xüsusilə Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxstan və Pakistan vətəndaşları ilə ailə həyatı qurublar. Cəmiyyətdə isə əcnəbilərlə nigaha münasibət bir mənalı qarşılanmır. Mənə elə gəlir ki, əgər ki insan okeydirsə, yəni onların belə biləcəyi işdir. Yəni çox mən neytralam, yəni belə deyim. Mənim münasibətim buna yaxşıdır, yəni normal bir şey kimi qəbul edirəm. Yəni düşünəndə ki, qohum evlilikləri və ya məsələn bizdə çox məşhurdur, yerli ilə evlənsin. Bu evliliklərdənsə bu daha yaxşıdır. Ən azı yəni sağlam övladlar dünyaya gəlir. Əcnəbilərlə ailə qurma səbəbləri fərqlidir. Burada bəylərin özünə görə səbəbləri varsa, xanımların da öz seçimləri var. Lakin mütəxəssislər deyirlər ki, xanımların xarici vətəndaşlarla ailə qurmasının ən başlıca səbəbi onların mental sərhədlərdən çıxma ehtiyacıdır. Əgər kişilər inkişaf edirsə, dünyaya çıxırsa, həyata yanaşmasını dəyişirsə, daha geniş fikirli olursa, məncə bu xanımları qane edə bilər. Burada fərq yoxdur, bu xarici vətəndaşdır ya yox. Bütün dünyanın vətəndaşları dəyərlidir və əgər bizim xarici ölkə vətəndaşları ilə dəyərlərimiz uyğun gəlirsə, orada heç bir sərhəd ola bilməz. Amma bu məsələlərdən digər məqsədlərdən istifadə edənlər də var. Məsələn, təhsil, iş və ya vətəndaşlıq almaq üçün. Sosioloqlar deyirlər ki, bu əslində geni fondun dəyişilməsi və yenilənməsidir. Lakin əcnəbi vətəndaşı həyat yoldaşı seçənlər münasibətləri rəsmiləşdirməzdən əvvəl daha diqqətli olmalıdırlar. Çünki bəzən bu evliliklər saxta olur. Bəzən cinayət məqsədi ilə bunu edirlər. Məsələn, qadın alveri, insan alveri məqsədi ilə qadınların aldadılaraq ailə qurulması adı ilə başqa ölkələrə aparılıb istismar olunması, müxtəlif məqsədlərlə, ticarət, biznes məqsədlərlə də belə saxta evliliklər olur. Bu təkcə bizdə deyil, bütün dünya ölkələrində belədir. Əsasən də bu, həmin ölkələrdə yerləşmək, müəyyən hüquqlar əldə eləmək, vətəndaşlıq əldə eləmək, müəyyən o sosial yardımlar əldə eləmək üçün müvəqqəti saxta evliliklərə yol verilir. Bu, sonradan problemlər yaradır. Çünki burada hər hansı bir cinayət hadisəsi, hüquq pozuntusu baş verəndə bunu artıq həll eləmək olmur. Amma üstünlükləri də az deyil. Məsələn, belə evliliklərdən dünyaya gələn uşaqlar sağlam və intellektual olur. Lakin heç də hər zaman uğurlu ailə modeli alınmır. Əksər hallarda başqa ölkə vətəndaşları ilə qurulan ailələr də dağılır. Dil, din, irqi, milli mənəvi dəyərlərin uyğunlaşmaması boşanmalara gətirib çıxarır. Əgər bu izdivacdan uşaqlar varsa, aliment tələbi məsələsi də gündəmə gəlir. Birmənalı şəkildə xarici vətəndaşla bağlanmış nikah zamanı uşağın himayəsi anaya verilir. Aliment məsələsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həll olunur. Yəni Azərbaycan Respublikasının məhkəmələri alimentin miqdarını müəyyən edə bilər və bununla bağlı qeyd etdiyim kimi Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsi vasitəsilə icra olunur. Ailə kiçik dövlətdir. Əgər bu kiçik dövlət fərqli mədəniyyətlərə və dəyərlərə sahib insanlar tərəfindən qurulubsa, təməli daha möhkəm qoyulmalıdır. Nigar Babayeva, Zaur Haşimov, Telesər.